İsrail üçün də əlbəttə ən böyük yaxın şərqdə təhlükə məhz İrandan gözləyir İsrail və İranın da çox aktiv şəkildə nüvə başlıqlarının nüvə silahlarını əldə etmək, nüvəni zənginləşdirmək proqramı istiqamətində aparılan işlər bugün onu göstərir ki, bəzi məlumatlara görə İran artıq demək olar ki, uranı zənginləşdirməyə müvafiq olub. 3 zavodda bu proses gedir və hətta bəzi məlumatlara görə 10 raket başlığı artıq nüvə belə deyək silahına aid olan yəni artıq istehsal eləyib. Demək, İran nüvə dövlətidir, belə demək mümkündür. Mənə elə gəlir ki, hər halda rəsmi bunu qəbul edilməyibsə, əgər İsrail hər halda belə bir tələskənlik nümayiş etdirirsə və İsrail də bilir ki, nüvəyə malik olan İran əgər 2 dəfə İsrailə basqın eləyibsə, onun üçüncüsü də ola bilər və ola bilsin ki, üçüncüsü və növbəti həmən o nüvə silahından istifadə etməsini istisna etmirlər. Ona görə ən çoxu bu istiqamətdə tələskənlik nümayiş etdirirlər və əlbəttə ABŞ da dəfələrlə İran dövlətini nüvə silahının zənginləşdirilməsi ilə bağlı xəbərdarlıqlar etmişdi və ABŞ açıq-aydın demişdi ki, ABŞ-ın yaxın şərqdə strateji belə deyək mövqeyi İranın nüvə silahını əldə etməyə imkan verməmək. Bunu da imkan verməmək, əgər artıq gəlib bu dərəcəyə çatıbsa, burada imkan verməmək ancaq İrana qarşı hansıdırsa bir belə deyək baskı olmalıdır. Əgər biz nəzərə alsaq ki, nə İsrailin, nə də ABŞ-ın İranla sərhədləri yoxdur, quru sərhədləri yoxdur. Azərbaycanın narahat olmağına əsası var. Ancaq buna baxmayaraq, başqa bu quru sərhədləri olmasa da ABŞ-ın 40-dan yuxarı hərbi bazalar İranın ətrafında yerləşir və prinsip cəhətdən bu bazalardan da çox belə deyək geniş şəkildə istifadə edilə bilər və hətta o bazaların İran ətrafında çoxalması və yerləşdirilməsi də gələcəkdə ola biləcək İranla hansısa münaqişəyə doğru vəziyyəti yaranarsa və münaqişə olacaqsa, həmən o bazaların orada yerləşməsinin də təyinatı məhz məqsədi ondan ibarətdir.